Aleykümselam və rəhmətullahi və bərəkatuhu. Qardaş, sualda soruşur ki, yəni Quran-ı Kərimdə bu ayələrə görə Bəqərə surəsi 55-ci ayə, Nisa surəsi 153-cü ayə, həmçinin Ra'd surəsi 13-cü ayə, həmçinin Rum surəsi 24-cü ayə, həmçinin Fussilat 13-cü ayə və 17-ci ayə, həmçinin Əz-Zariyyət 44-cü ayələrinə görə bir insanın ildırım vurması, Allahın ona qəzəb tutması və bu dünyada ona verdiyi cəzasıdır demək olarmı? Əlbəttə ki, ildırım Allah Subhanahu qəzəbindəndir. Yəni, ildırım Allah Subhanahu qəzəbidir. Allahdan olan bir qəzəbdir ildırım. Və necə ki, Allah Rasulü buyurur ki, Allahümmə la təqtulnə bi qadəbikə və la tuhliknə bi azəbikə və afinə qablə zəlikə. Allahım, bizi öz qəzəbinlə öldürmə və bizi öz əzabınla həlak etmə və bundan öncə bizi bağışla. Ona görə yəni ildırımın vurması bu Allahdan olan bir qəzəbdir, Allahın qəzəbidir. Lakin demək olar ki, Allahın qəzəbidir, bəli. Demək olar ki, bəli, bu Allahın qəzəbidir və ildırım vurmaq Allahın qəzəbidir. Və ildırım da Allah Subhanahu qəzəbi sayılır. Necə ki, deyilir ki, El-bərqu vəl-ra'd və-səvaik qadəbun min Allah. Bərq, ra'd, bir də səvaik. Yəni, bərq o göy gürültüsüdür. Həmçə ra'd və səvaik də yəni, ildırımın şimşəyin çaxmasıdır və s. Bunlar hamısı Allahdan olan bir qəzəbdir, Allahın qəzəbidir. Bunlar demək olar. Lakin insanın dünyadakı cəzasıdır, bunu bilmirəm, Allah bilir. Onun axirətdə cəzası olacaq, olmayacaq, Allah bilir. Lakin demək olar ki, bu Allahdan olan biri, Allahın qəzəbidir. Bəli, Allah bir daha doğrusun.